Salam dostlar, bu gün Fransa məhkəməsi Məhəmməd Mirzəliyə sui-qəsd hazırlamaqda ittiham olunaraq həbs olunan Azərbaycan Respublikasının vətəndaşını Xəyyam Haqverdiyev adında vətəndaşı 10 il müddətinə azadlıqdan məhrum edib. Deməli, Xəyyam Haqverdiyev Məhəmməd Mirzəlini qətlə yetirmək məqsədi ilə Fransaya gəlib. Təhlükəsizlik Xidmətinin əməkdaşları bu Xəyyam Haqverdiyev haqqında əvvəlcədən məlumata malik olublar. Onun maşını saxlanılıb, maşının içində Məhəmməd Mirzəlinin çoxlu şəkilləri tapılmışdı. Telefonunda, Google Maps-da Məhəmmədin yaşadığı evin, mənzilin ünvanı göstərilmişdi. Eyni zamanda silah aşkar olunmuşdu maşında. İstintaq zamanı etiraf eləmişdi ki, Məhəmməd Mirzəlini öldürmək üçün gəlir Fransaya. Onda o Moldova pasportundan indi Qaqauzya, oradakı bu Türk bölgəsi var, Qaqauzya bölgəsi. Korrupsiyalı bölgədir, rüşvətxor bölgədir, Rusiyanın təsiri altında olan bölgədir. Azərbaycan hakimiyyəti ilə də onların siyasi rəhbərliyi hər zaman yaxın olub. Bir saxta pasport vermişdi. Əslində saxta deyəndə necə saxta pasportdur? Həqiqətən də pasportu Qaqauz Muxtar Respublikasının Daxili İşlər Nazirliyi vermişdi. Amma adam Xəyyam Azərbaycan vətəndaşıdır. İz azdırmaq üçün bu Moldova pasportu ilə getmişdi ora. Bu gün məhkəmədə Xəyyam Haqverdiyev 10 il müddətinə azadlıqdan məhrum edildi. Eyni zamanda digər 9 nəfərin işi ağır cinayətlərə dair məhkəməyə göndərildi. Bugünkü məhkəmə qərarında hakim məhkəmə qərarında göstərib ki, Məhəmməd Mirzəliyə sui-qəsd söz azadlığına görə olub, o bloger və siyasi fəaliyyətinə görə sui-qəsdə məruz qalıb, hücumlara məruz qalıb. Saxlanılan 9 nəfər kimdir? Məhəmməd Mirzəli bu 2020-ci ildən bu yana qədər bir neçə dəfə belə sui-qəsdə məruz qalıb. Ən ciddi sui-qəsdi 2 sui-qəsdə məruz qalıb. 6 oktyabr 2020-ci ildə yaşadığı mənzilin qarşısında silahlı şəxsin hücumuna məruz qalıb. Tapancanı ona 4 güllə atmışdılar. Güllələrdən biri onu yüngül xəsarət vermişdi. O adamı tuta bilmədilər, həbsləyə bilmədilər. Ondan bir müddət sonra 2021-ci ilin 15 mart tarixində deməli, Məhəmməd Mirzəliyə Nant şəhərinin mərkəzində hücum elədilər 6-7 nəfər. Onun başını kəsmək istəmişdilər. Çox saylı bıçaq zərbələri vurmuşdular və Nant şəhərinin əhalisi tərəfindən bu vəhşilərin əlindən onu xilas eləmişdilər. Reanimasiyada yatdı, çox ağır vəziyyətdə idi və həkimlər ümumiyyətlə onun sağ qalmağına zəmanət verməmişlər keçəndə. Və bir də bu 2022-ci ildə istədilər qətlə yetirməyə. Maraqlı bir paradoks var. Bu gün Azərbaycanda məhkəmə Məhəmməd Mirzəli, Natiq Ədilov, Qənimət Zahid, Tural Sadıqlı və Orduxan bəy və digərləri haqqında həbs qəti imkan tədbiri seçib, həbs qərarı çıxarıblar, qiyabi həbs qərarı çıxarıblar. Fransa məhkəməsi isə Məhəmməd Mirzəlinin siyasi fəaliyyətinə görə, blogerlik fəaliyyətinə görə sui-qəsdə məruz qalması ilə bağlı məhkəmə hökmü çıxarıb. Məhəmməd Mirzəlinin siyasi fəaliyyəti, blogerlik fəaliyyəti Azərbaycan hakimiyyəti ilə bağlıdır. Azərbaycan hakimiyyətini tənqid edib, Azərbaycan hakimiyyətinin haqqında danışıb, hansı ritorika ilə danışıb, necə danışıb ölçüdür. Amma istənilən halda bu İlham Əliyev rejiminə qarşı danışdığına görə sui-qəsdə məruz qalıb. Azərbaycan hakimiyyəti Vidadi İskəndərliyin Fransada qətlə yetirilib keçən il sentyabr ayında. Azərbaycan hakimiyyəti Vüqar Rızanı Belçikada qətlə yetirilib 2020-ci ilin yanvar ayında. Azərbaycan hakimiyyəti Hüseyin Bakıxanovu Tiflisdə qətlə yetirilib. Bayram Məmmədovu İstanbulda qətlə yetirilib. İlham Əliyev qatildir və indi yeni qətillər dalğası hazırlanır, yeni qətillər seriyası hazırlanır bizdə olan məlumata görə. Bu ilə bağlı Fransada, Almaniyada Daxili İşlər Nazirliklərinə məlumat verilib və hədəfdə olan adamlar barədə də məlumat verilib. Bu polis orqanlarına, eyni zamanda təhlükəsizlik xidmətlərinə. Azərbaycan hakimiyyəti hədə qorxu ilə, şantajla,
gətirlərlə öz rəqiblərini sıradan çıxartmaq, öz rəqiblərini ram etməyə çalışır. Amma bu hər dəfə də müəssər olmur, hər dəfə də alınmır. Məhəmməd Mirzəlinin timsalında böyük məhkəmədə o sübut olundu ki, Azərbaycan hakimiyyəti. Bu, Azərbaycan hakimiyyətinin siyasi qətllər törətməkdə ittiham olunan ilk məhkəmə qərarıdır. Bu məhkəmə qərarı İlham Əliyev rejiminin terror etdiyini rəsmi şəkildə təsdiq edən bir sənəddir. Və bu sənəd İlham Əliyev üçün ölüm hökmünə bərabər bir şeydir və prezidentdir və ümid edirəm ki, digər qətillərin də üstü açılacaq, digər qatillərin də üstü açılacaq, digərləri də saxlanılacaqdır. 9 nəfər adam ki, gedib ağır cinayətlər məhkəməsinə, onlar barədə daha ciddi, daha ağır illərə iş açılacaq. Çünki onlar konkret olaraq Məhəmməd Mirzəlinin öldürülməsi məqsədilə onu döyüblər, ona bıçaqla xəsarət yetiriblər, başını kəsmək istəyiblər. Çoxsaylı şahidlər var və bu adamlar ölmə cəhddə ittiham olunurlar, terrorda ittiham olunurlar. Ona görə ən azı 20-25 il onlar azadlıqdan məhrum olunacaqlar. Bu gün Bakıdakı biabırçı məhkəmə hökmləri, bax, xaricdə olan mühacirləri qorxuzmaq üçündür, xaricdə İlham Əliyevin tənqidçilərini qorxuzmaq üçündür, jurnalistləri ki, xaricdə fəaliyyət göstərdilər, onları qorxuzmaq üçündür, siyasi fəalları qorxuzmaq üçündür və bunun heç bir hüquqi sənəd əsası yoxdur və orada adı keçən adamlar, adı çəkilən adamların heç bir cinayət törətməyiblər. Heç bir cinayət törətməyiblər. Onların gördükləri belə dırnaqarası cinayət İlham Əliyevin cinayətlərini dünyaya çatdırmaq olub, Azərbaycan xalqına çatdırmaq olub. Sağ olun.